Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 3 və daha çox uşağı olan analara pensiyaya 5 il tez çıxmaq imkanı verilməsi dövlətin çoxuşaqlı ailələri stimullaşdırmaq istiqamətində atdığı sosial təşviq addım kimi qiymətləndirilə bilər. Bu, ailə institutunun güclənməsinə və doğum səviyyəsinin müəyyən qədər artmasına müsbət təsir göstərə bilər. Xəbər verilir ki, bunu sosioloq Sevinç Qasımova bildirir. O, diqqətə çatdırıb ki, reallıqda ailələrin uşaq sayına təsir edən əsas amillər sosial təminat, iqtisadi sabitlik, mənzil problemi və qadınların əmək bazarında vəziyyəti ilə bağlıdır. Yəni, təkcə pensiya güzəştli ailələrin çoxuşaqlı olmağa qərar verməsində həlledici motivasiya yarada bilməz. Xüsusilə gənc nəsil daha çox maddi sabitliyə, iş imkanlarına və uşaqlara keyfiyyətli təhsil, səhiyyə təmin etməyə üstünlük verir. Bununla belə bir güzəştin tətbiqi cəmiyyətdə çoxuşaqlı ailələrin nüfuzunu artırmaq, anaların sosial statusunu gücləndirmək baxımından müsbət addım ola bilər.